Bərdə Dövlət Peşə Təhsil Mərkəzi müəllimənin iddialarına münasibət bildirib. Bərdə Dövlət Peşə Təhsil Mərkəzi internet televiziyasında yayımlanan Əsədova Şəlalə Ələddin qızının video müraciətdə səsləndirdiyi iddiaları ilə bağlı açıqlama verib. Qurumdan verilən məlumata görə 2025-2026-cı tədris ili üçün yeni tələbə qəbulu çərçivəsində ümumilikdə 44 ixtisas üzrə seçim aparılıb. Bunlardan 8-i ödənişli əsaslarla olub. Lakin yalnız 3 ixtisas, əməliyyatçı mühasib, kimyəvi analiz laborantı və mühasibat uçotu üzrə tələbə sayı normaya uyğun gəldiyi üçün həmin qruplar açılıb. Digər 5 ixtisas üzrə, o cümlədən kompüter şəbəkə inzibatçılığı ixtisasında tələbə sayı normanı tamamlamadığı üçün qruplar formalaşdırılmayıb. Qrupun açılması və ya bağlanması birbaşa tələbə qəbulundan asılı olan prosesdir. Bu məsələdə qərarverici orqan mərkəzi icra orqanlarıdır və Bərdə Dövlət Peşə Təhsili Mərkəzinin bu sahədə səlahiyyəti yoxdur, deyə açıqlamada qeyd olunur. Qurumdan həmçinin bildirilib ki, şikayətçi Əsədova Şəlalə Ələddin qızı 2023-2024-cü tədris ilində etimad göstəriciləri və ailə vəziyyəti nəzərə alınaraq müqavilə əsasında işlə təmin olunub. Lakin həmin müddətdə o, əmək intizamını pozduğu, dərs buraxdığı və işə gecikdiyi üçün rəhbərlik tərəfindən həm şifahi, həm də yazılı qaydada xəbərdar edilib. Açıqlamada vurğulanıb ki, hazırda qeyd olunan ixtisas üzrə yeni qrup formalaşdırılmadığı üçün müəllimənin yerləşdirilməsi mümkün olmamışdır.